Salam, Xalq Çalğı Alətləri Şöbəsinin konsert proqramına başlayırıq. Bakılanova, Yallı, ifa edir 3-cü sinif şagirdi Mamedov Əlrıza, müəllim Aslanov Hamid, konsertmeyster İbrahim Xalq. Vals, ifa edir 5-ci sinif şagirdi Uluzadə Əlif, müəllim Babayev Şahin, konsertmeyster Gülmoğa Nidar. İfa edir 3-cü sinif şagirdi Cəlilova Fidan, müşahidə edir 3-cü sinif şagirdi Cəlilov Gülala, müəllimlər Maylova Sevda, Maylov Nazim, konsertmeyster Mirzəyeva Gül.
Quluzadə Rəsul. Müəllim Xudaverdiyev Elçin. Konsertmeyster Xudaverdiyeva xanım. Monti, Çardaş, ifa edir 5-ci sinif şagirdi Quluzadə Mürvətəli. Müəllim Aslanı Kamil, konsertmeyster İbrahim Abaxanlı.
İfa edir 3-cü sinif şagirdi Quliyeva Nərmin. Müəllim Mayılova Sevda. Konsertmeyster Mirzəyeva Güney. Şəfiqə Axundova Həsrətində ifa edir 4-cü sinif şagirdi Hümbətli Əhəbrə. Müşahidə edirlər Aslanov Hamid, Fərəcli Rüfət. Müəllim Babayev Həmid, Mayılov Hamid.
İfa edir 3-cü sinif şagirdi Mayılov Emil. Müəllim Məmmədov Rövşən. Konsertmeyster Mirzəyeva Güney. Emin Sabitoğlu, Güller, ifa edir 4-cü sinif şagirdi Rüstəmov Xanlı. Müəllim İsmailova Aliyə. Konsertmeyster Mirzəyeva Güney. Bülbüloğlu, Şən Azərbaycan. İfa edir 2-ci sinif şagirdi Rəhimov Əlnadir. Müşahidə edir 3-cü sinif şagirdi Kazımzadə Rəsul. Müəllimlər Babayev Əjdər, Xudaberdiyev Elçin. Konsertmeyster Filmova Nigar.
Aslanov Kamil və Dadaşov Toxan, müəllim Xəlilova Sevgi. Sonda sözü məktəbimizin direktoru Samir. Bugün biz 2024-25-ci tədris ilinin Xalq Çalğı Alətləri Şöbəsinin son konsertini dinlədik. Burada kiçik yaşlı uşaqlarımız var, kiçik siniflərimiz var. Onlarla irəlidəki illərdə yenidən konsertlər verəcək, onları dinləyəcək. Bugün biz 2024-25-ci tədris ili ərzində bir çox şagirdlərimizin il boyu verdikləri konsertlərin nəticəsi olaraq ilin yekun konsertini Müslüm Maqamayev adına Azərbaycan Dövlət Filarmoniyası'da Xalq Çalğı Alətləri Orkestri ilə bərabər etdiyimiz konsertdə kiçik balalarımıza kiçik bir fəxri fərmanlar verəcəyik. Məktəbimizin adından körpə balalarımıza, məktəbi bitirənlərə uğurlar arzulayıram. Həyatlarında, yollarında hər zaman alqışlar və yolları hər zaman açıq olsun. Bir də deyə bilərəm ki, bu şöbənin bu ilki 24-25-ci təhsil ilinə Xalq Çalğı Alətləri və Nəfəsli Alətlər Şöbəsinin bu il üçün ən çox fərqlənmə diplomu alan şöbə Xalq Çalğı Alətləridir. Nəzərdə tutulan 5 şagirdimiz, biz öz aramızda əkizlər dediyimiz Quluzadə Əli, təbrik edirəm diplomunu və Quluzadə Mübəşəli. Məktəbimizin fərqlənmə diplomu ilə Rüfət, həmçinin
fərqlənmə diplomu ilə Məmmədzadə Rüstəm, həmçinin planet ixtisası üzrə fərqlənmə diplomu ilə bitirir. Və qanun şöbəsindən İsmailov Musa. Buyur Musa. Sən də məktəbdə fərqlənmə diplomu ilə bitirirsən. Bir də bizim vokal ixtisası üzrə təhsil alan Əhmədov Hüseyn. Buyur Hüseyn. Hüseyn də bizim məktəbə 3-cü sinifdən gəlsə də şagirdlərimizin arasında ən sevilən şagirdlərdən biridir. O da məktəbi fərqlənmə diplomu ilə bitirir. Təbrik edirəm. Hələ təhsilini davam edən şagirdlərimiz var. Onlardan Əmirov Cavid. Gələlim sənə götürək fərqlənmə. Babazadə Əli. Həşimli Nuray. Kızım, Zafar Hafidən. Buyur kızım. Və o ailələrdə hər bir uşaqlar, müəllimlərimiz məktəb ailədir və kollektivimizin içərisində müəllimələrimizin də övladları var. Onlar bizim hamımızın övladlarıdır. Bunlardan da biri Qurban Əli Əkbər. Buyur cavan oğlan. Bu şöbədə, xalq çalğı alətləri şöbəsində bu şagirdlərin ərsiyə gəlməsində daha çox əziyyəti olan müəllimlərimiz var. Mən müəllimləri təbrik edirəm təhsil ili bitdiyinə görə. Onlara gələcəkdə də belə igid uşaqlara milli musiqimizin irslərini öyrətməyi arzu edirəm. Müəllimlərimizi içərisində Əmirov Nadir. Cavidi təbrik elədim, indi sizi də təbrik edirəm. Təbrik edirəm. Rızayeva Pərvanə. Pərvanə xanım. Təbrik edirəm. Məmmədov Rövşən müəllim. Təbrik edirəm sizi. Babayev Elşad müəllim. Elşad müəllim. Təbrik edirəm. Mayılov Natiq müəllim. Təbrik edirəm, amma bugün Natiq müəllimin 50 illiyidir. İnşallah 55, 60, 65 illiyini təbrik edirəm məktəb kollektivi ilə birlikdə. Allah da sağlıq versin. Allah sizə can sağlıq versin, bağlan inşallah. Bu sizin fəxri fərmanınız. Bu da sizin məktəbinizin adından kiçik bir hədiyyə. İş ondadır ki, Natiq müəllim mənim tələbə yoldaşım olur. Asər Zeynallı adına musiqi texnikini birlikdə Natiq müəllimlə, Sevdə xanımla bir yerdə bitirmişik, təhsil almışıq. Həniz o vaxtlardan bizim yəni mehribançılığımız, bizim yaxşı əlaqəmiz olub. İndi də mən çox fəxr edirəm ki, bir yerdə işləyirik Natiq müəllimlə, Sevdə xanımla. İndi də bütün demək olar ki, tədbirlərdə Natiq müəllimin, Sevdə xanımın yaxşı şagirdləri iştirak edir. Yəni əməkləri böyüdü bu məktəbdə və Samirə xanımın rəhbərliyi altında biz belə mehribancasına çalışırıq. Öz adımdan təbrik edirəm. Allah can sağ olun. Babayev Şahin. Şahin müəllim, buyurun. Təbrik edirəm Şahin müəllim. Allah can sağlığı versin əlinizə. Mən deyərəm ki, mən bu məktəbi xalq çalğı alətləri şöbəsidir. Hamil müəllimsiz. Hamil müəllim,
neçə ildir rəhbərlik etdiyim məktəblərdə deyirəm ki, bəlkəm də irsimizi, kamançamızı əvəz olunmaz insandır. Mən hər zaman demişəm və deyirəm, Hamil müəllim yeganə insandır ki, bu sahədə, bu sənətdə hər zaman nə demişiksə, onu baş üstə və heç bir sorğu-sualsız həll edib. Şagirdlər də hər bir fərq eləmir, neçənci sinifdə oxuyur şagird, Hamil müəllim falan şagird lazımdır. Hamil müəllim əvəzsiz o şagirdi elə hazırlayacaq ki, bu məktəbin adı hər zaman ucalarda olacaq. Çox sağ olun Hamil müəllim. Təbrik edirəm. Sevda xanım, buyurun. Sevda xanım, təbrik edirəm sizə. Məktəb hər zaman ilk siması olaraq xor var. Və xorun siması olaraq Raya xanım. Buyurun. Şagirdlərimizlə sizlə bərabər qarşıdan gələn imtahanda sizə uğurlar diliyirik. Siz də xalq çalğı alətlərinin şöbəsi kimi hamı əla qiymətlərlə geri qaydasız və bizimlə birlikdə illər uzun işləyək. Biz də bizim seyli yetişdirən Güllübəyə müəllimə sadəcə olaraq burada yoxdur, amma mən o xanım cavan olmağına baxmayaraq, o xanımın da vokal sinfində əziyyəti çox böyükdür. 2 ildir bizimlə bərabər işləyir və istərəm ki, o illər uzunu Mərdəkandan çox gözəl vokalistlər yetişdirsin. Təbrik eləyirəm, ona görə sənə verəcəyim diplomunu sənə verəcəm. Müəllimimizin diplomunu sənə verəcəm. Təbrik eləyirəm hər birinizi. Yenə deyirəm, hər zaman deyirəm, bu şagirdlərin yetişməsində onlara ikinci ixtisas müəllimlərindən sonra konsertmeysterlərin də əziyyəti çoxdur. Onlar olmasa, yenə deyirəm, uşaqlarımız səhnələrdə tək qala bilər. Amma konsertmeysterlər onlara ikinci müəllimdir. Bütün konsertmeysterlərima, Xavər xanıma, xanım müəlliməyə, Gülər müəlliməyə, Nigar müəlliməyə hər birinə təşəkkür bildirirəm. Çox sağ olun, valideynlər, sizlərə minnətdarlığını bildirirəm. Sizin evdə əziyyətiniz çoxdur. Biz evdə çox sağ olun. İnşallah yeni tədris illərində yenidən görüşmək bildirik.